Salam əziz Avroviziya izləyiciləri. Son Festival Azərbaycan YouTube kanalına xoş gəlmisiniz. Bizim xüsusi buraxılışımızdır. Biz bugün Azərbaycan Avroviziya 2025 təmsilçimiz Mamaqama ilə birlikdə müsahibəmiz olacaq. Gəlin başlayaq. Dostlar, hər kəs salam, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun. Sağ olun, biz də yaxşıyıq. Minnətdarıq dəvətimizi qəbul edib gəldiyiniz üçün. Gəlin elə ilk əvvəldən başlayaq. Seçildiyinizdə ilk təəssüratlarınız necə olmuşdur? Yəni deyə bilərik də, yəni 23-də çalışdıq, alınmadı. 1 il vaxt ayırdıq, hazırlaşdıq. Bu ildə 5 dənə mahnı göndərdik. Onlardan birini Ramudi seçdilər. Bizə də yəni çox xoşdur. Cürbəcür mahnılar idi, yəni cürbəcür janrlarda. Məhz Ramudini seçdilər. Yəni belə. Amma bu vaxt yəni biz də elə belə oturmamışdıq da. Yəni mahnılar yazırdı, materialla işləyirdik. Yəni belə. Dostlar, müsahibəmizin baş tutması üçün göstərdiyi texniki dəstəyə görə Soul Kitchen ailəsinə və müdiriyyətinə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Mən bildiyim qədərilə Asif bəy, siz özünüz 2014-cü ildəndir seçmələrə, milli seçim turlarına qatılırsınız. Bununla bağlı istərdim biraz danışasınız. Hardasa 10 ildən sonra Avroviziya. Böyük sənən olacaq. Bəli. Olub da elə vaxt olub. Amma mən o vaxtı Moskvada yaşayırdım, institutda oxuyurdum. O vaxt gəldim, iştirak elədim. Orada əslində belə sistem idi ki, sən 40 baldan yuxarı yıxsan, sən artıq müsabiqə edəsən. Mən 46 bal aldım və nəyəsə görə keçdim. Orada belə idi, yəni 40 bal, ya 41 bal alırsan ya belə, avtomatik müsabiqə edəsən. Mən 46 bal aldım, yəni keçdim. Vaxt bugünə imiş demək, bu il. 100%, yəni. Mən o vaxtda da baxıram, yəni özümə də baxıram. 100% yəni heç yerə hazır deyildim. Təbii olaraq. Biz yenə qeyd etdiyim kimi azərkeşlər tam 3 ildir ki, bu məqamı gözləyir. Necə hazır hiss edirsiniz Avropanın ən böyük səhnəsinə özünüzü? Azərbaycanı necə ən yaxşı formada təmsil edə bilərsiniz? Bununla bağlı istərdim biraz danışaq. Yəni həmişə bunu deyirəm. Əsası biz istəyirik yəni çıxaq. Mahnımızı yaxşı yəni ifa edək. Ölkəmizi təmsil eləyək. Ölkəmizi təmsil edək. Ona görə də məşqlərdir, məşq eləyirik, studiyada işləyirik. Yəni belə. Gecə gündüz. Gələk indi əsas mövzuya. Avropanın ən böyük səhnəsində səhnə xoreografiyasına bağlı istərdim biraz danışasınız. Ən məşhur xoreograflarla işləyirsiniz, mən bildiyim qədərilə. Bu məşhur xoreograflar bizim üçün bu il nə edəcəklər? Arif deyə bilər. Bilmirəm nə dərəcədə məlumat verə bilərəm. Amma mən bilirəm ki, gözəl bir səhnə olacaq. Çox dinamik və yəni peşəkar bir çıxış olmalıdır. Amma detallarına gedə bilmərəm yəqin ki. Yəni bizlə Ecba Arman işləyir və onun xoreografiyanı yəni Köməkçisi elə bil ki, Jorge. Ecba Arman Dua Lipa kimi musiqiçilərlə işləyir. Jorge özü də Sabrina Carpenter ilə işləyir, Ariana Grande ilə işləyir. Yəni sahədə çox məşhur adamlarla işləyirlər. Özləri də məşhurdur və məşhur adamlardır. Bəli, biz də elə xəbərdarıq, ona görə bu sualı xüsusi olaraq verdik ki, görək hər hansısa nə kimi fərqliliklər olacaq bizi Avroviziya səhnəsində gözləyir. Hər hansısa bir mahnımızda high notlar gözlənilirmi belə bir təəssürat? Çünki bizim bütün yerli azərkeşlər hər biri milli çalgı alətimizi orada görmək istəyirlər. Bu bizə xüsusidir, məxsusidir. Special yəni şeylər sizi gözləyir 100%. Amma deyə bilmərik ki, bu high note olacaq ya nəsə rəqs baxımından nəsə olacaq. Amma special yəni bir şey var, olacaq orada. Yox, 100% sürpriz olacaq. Sürpriz yəni olacaq. amma yəni high notlara görə desək, yəni hamı mahnıya qulaq asanda, yəni o bəlkə başa düşür. Yəni bütün mahnı high notdur. Yəni bütün mahnı high notlardan ibarətdir. Səhnədə işin əsas hissəsini mahnı görür yoxsa xoreografiya? Deyə bilərəm, yəni orada kamera ilə işıq olacaq. Yəni hər ikisi vacib. Daha vacib deyə bilmərəm, amma hər ikisi önəmlidir. Çünki Avroviziya yarışmasında insanlar enerji almaq istəyir. Yəni tək mahnı deyil, yəni xoreografiya da rol oynayır.
Yəni həm də ki onlar bir-birinə uyğun gəlməli. Bir-birinə Yəni, uyğunlaşdırırlar. həm xoreoqrafi tam bir-birini yəni, tamamlamalı. Müəyyən biz ölkələrə nəzər salaq ki, onların mahnılarına görə heç də uğurlu olmayan bir mahnılardır açıq. Amma xoreoqrafiya məşqlərdə elə bir xoreoqrafiya sərgiləyirlər ki, odslarda bizdə o göstərdiyimiz nəticədən çox-çox üstün olar və finala vəsiqə qazanıb. Orada da ən yaxşı layiqincə təmsil olunmağa bacarırlar. Nəzərinizə çatdırım ki, bildiyiniz kimi birinci yarımfinaldayıq. Əminəyə Sadiq olaraq yenə çox çətin bir yarımfinaldayıq. Rəqiblərinizi dinləmisiniz. Favoritlər, sizin şəxsi favoritlərinizi istəyirəm. Mənim şəxsi favoritim İsraildir, mənim şəxsi favoritim Maltadır, mənim şəxsi favoritim Avstriyadır. Avstriyanlar. Məsəl üçün, bizim çox xoşumuza gəlir İrlandiya mahnısı. Sadəcə yəni xoşumuza gələn. Çünki mən məsəl üçün ancaq mahnı sözlərinə fikir verəndən sonra başa düşdüm necə gözəl mahnıdır, yəni oradan. Yəni ürəyimizcə oldular. Çox gözəl mahnılar var. Belgiya mahnısı gözəldir. Yəni eyni, yəni Maltadır əsas. Çünki çox keçi mahnıdır. Avstriyadır. Avstriyada məncə top 5-dir, yəni bu il. Yəni həm də oxumuşam ki, çox güclü səhnə olacaq onlarda. Ona görə mənim top 5-imdə Maltadır, Avstriyadır. Estoniya, çünki Tommy Cash, onun böyük auditoriyası var. Çox populyardır Avropada. Hə, Top əslində vacib bir şeydir. Bəli. Sən auditoriyanı səni dəstəkləyəndə. bəli, bəli. Mən yoldaşlarımla həmfikirəm, çünki zövqlərimiz eynidir. demək olar. Həsən bəy, sizinlə davam etmək istəyirəm. Sizin üçün xüsusi bir məqamdır. Qeyd etmək istəyirəm ki, keçən il siz bizim fəxri və İlkin Dövlətov mahnısının özündə aparmasının aranjmançısı idiniz və ard-arda 2 il Avroviziya ilə bağlı bu cür gözəl bir uğurlar və nəhayətində bu il Avroviziyada özünüz Avroviziya səhnəsində olmağınız, təmsil olmağınız. Necə bir hissdir? Bununla bağlı istərdim biraz danışaq. Yəni bu dəfə özümü hazırlaşmış elə bir ki, hiss edirəm özümü. Çünki keçən ildə mənim optum təcrübəm olub, təcrübəm olub. İşlədim Avroviziya ilə. Başa düşdüm ki, hansı tərz lazımdır, hansı tərz uyğundur. Və bu il demək olar ki, yəni hazırlaşmış, hazır versiyamdır. Elə deyim. Tam hazırsınız bu il artıq Avropanın ən böyük səhnəsinə. Arif bəy, sizinlə davam etmək istəyirəm. Bildiyimiz kimi siz zərb alətlərində çıxış edirsiniz. İstərdim bununla bağlı biraz danışaq. Siz ümumiyyətlə Azərbaycanda zərb alətlərində çıxış edən, mən deyərdim ki, çox Barmaqla saymaq olar indi ki. Bəli, barmaqla saymaq olar. Yəni çox az tanınan insanlar var bu sayədə. İstərdim bununla bağlı. Həm də özünüz müəllimsiniz. Zərb alətlərində bəli dərs verirsiniz. Bununla bağlı istərdim biraz danışasınız. İlk öncə mən marağı rockdan gəldi, rock musiqisindən gəldi maraq bu alətə deyək. Amma mənim üçün bu bir deyək çıxış yolu mu deyim, yəni bu gündəlik o dərslərdən falan bu mənim üçün çıxış yolu idi. O vaxt mənim heç bir alətim yox idi və mənim ancaq fantaziyam, təsəvvürüm vardı. Mən sadəcə gözlərimi bağlayırdım. Hardasa elə oturduğumuz hündürlükdə bir jurnal masasında otururdum və elə çubuqları göydə belə vururdum. Amma bu mənim əslində koordinasiyama kömək elədi. Beləliklə mən əslində bu aləti hardasa öyrəndim. Sadəcə alət problem idi o vaxtda. Yəni çox ən gür alətdir də onu evdə yəni istifadə etmək mümkün deyil. Hə, yəni bu mənim üçün bir çıxış yolu idi, amma ağlıma belə gəlməzdi ki, barabanla mən ciddi məşğul olacağam nə vaxtsa. Çünki bizim ölkədə elə də güclü belə deyək, hə, yəni dəstək yoxdur. Amma mən ümid eləyirəm ki, mən müəllim olaraq həm də müəllim olmağımın səbəblərindən biri oldu ki, mən istəyirəm ki, bu alət daha da populyarlaşsın bizim ölkədə. Çünki həqiqətən universal alətdir. Sada, yəni bütün janrlara fikir versəz, indi hal-hazırda mövcud olan hər birində var. Bas, gitara da var həmçinin, baraban da var. Amma getdikcə populyarlaşır məncə bizim ölkədə bu alət və ümidvaram ki, daha da populyarlaşacaq. İnşallah. Getdikcə bəli, həqiqətən də populyarlaşmağa başlayır. Dünyaca məşhur One Republic qrupunun Azərbaycanda bir konserti olacaq. Bununla bağlı istədim biraz danışasınız. Çünki siz də o konsertdə səhnə alacaqsınız. Bununla bağlı təəssüratlarınız, düşüncələriniz. Şadıq, sevinirik yenə. Heyecanlıyıq, bəli. Onlarla səhnəni hardasa da bir tərəfdən onlarla səhnəni bölüşəcəyik.
Oradan əslində deyirəm də, mən həmişə deyirəm, biz indi yəni bütün fokusumuz işdədir. Biz yəni sadə qəbul elədik, amma sonra bir yarım saatdan sonra Şoka düşmüşük ki, yəni bəli. həqiqətən One Republic'lə bir səhnəni bölüşürük. Aynen. Asif Bey, istəyirəm sizlə davam edək. Bildiyimiz kimi siz Səs Azərbaycan layihəsinə qoşulmusunuz bu il və bizim 2011-ci ildəki təmsilçimiz, qalibimiz Eldar bəyin komandasındasınız. İstəyirəm Səs Azərbaycan layihəsinə bağlı biraz danışasınız, bununla bağlı, orada keçdiyiniz təcrübə ilə bağlı, öz komanda yoldaşlarınızla bağlı, komanda yoldaşlarınızın içərisində gələcəkdə Avroviziyaya namizəd ola biləcək şəxslər, güclü olan səslərlə bağlı istəyirəm biraz danışasınız. Çünki Səs Azərbaycan bu layihə elə bir layihədir ki, layihəyə gələn hər kəsin ən əsas, ən böyük arzusu gələcəkdə nə vaxtsa ölkəni Avropa səhnəsində təmsil etməkdir. Təcrübə ümumiyyətlə belə, yəni siz bəlkə bilirsiniz də, yəni mən çox müsabiqələrdə iştirak eləmişəm. Məhz Səs Azərbaycanda elə bir əhval-ruhiyyə var, elə bil hamı orada böyük bir ailə kimidir. Çox belə, necə deyim, ürəyincidir də orada bütün atmosfer. Mən çox şadam ki, bizim ölkəmizdə belə bir musiqiçilər var, belə bir ifaçılar var, çox istedadlı uşaqlar ki, bu uşaqları dəstəkləyirəm. Orada olan Fuad çox gözəl ifaçıdır, Nigar, bizim komandamızdan da Nigar, sonra Sabrina, sonra Rüstəm. Rüstəmin çıxışı məsəl üçün də mən bəlkə 50 dəfə qulaq asmışam, həm də orada səhnədə məşqlərdə həmişə qulaq asmışam, çox ürəyimcədir. Sonra biz mini festivallar eləyəndə də mən uşaqlara yəni çağırmışam. Bizlər yəni həm səhnədə olublar, həm yəni dəstək olublar bizə. Yəni ailə kimi idi, yəni belə. Mən məsəl üçün orada çıxışdan sonra dedim ki, mən tez gedim, çünki uşaqlar məni gözləyirlər. Orada biraz gördüm kommentlərdə yazdılar ki, uşaqların yanına qaçır. Yox, mən bunu demək istəyirəm, çox vacib bir məşq. Mən çox müsabiqələrdə iştirak eləmişəm. Mən başqa uşaqlara görə dedim, mənim dəstək qrupuma yox. Yəni, o uşaqlar hansı ki, növbəni gözləyirlər səhnəyə çıxmaq üçün. Çünki mən çox belə müsabiqələrdə ölmüşəm. Mən görüşüm, uşaqlar həmişə stres istədirlər, tez-tez istəyirlər çıxsınlar. Ona görə mən dedim, heç kimin vaxtını almaq istəmirəm. Bir dəqiqə, 2 dəqiqə gedim, uşaqlar dedim, çıxsın, yəni öz mahnılarını ifa eləsin. Yəni belə. Mənim üçün, yəni ən belə bəlkə bu ildə belə, necə deyim, ürəyimcə olan bir şey Səs Azərbaycanda iştirak olmaq. Partilər yaxınlaşır. Avroviziya ilə bağlı hər il bilirsiniz ki, müəyyən ölkələrdə, Niderlandda, İspaniyada pre-partilər keçirilir. Pre-partilərlə bağlı istədim biraz danışasınız. Məncə sizi də dəvət ediblər pre-partilərə, bəli. Bəli. Pre-partilər, ən böyük pre-partiya Amsterdamda olacaq. Bəli, aprelin 5-i Amsterdamda olacaq. Və bu. Run With-You-nu ifadə edəcəksiniz, yoxsa Dreamer, yaxud da digər? Run With You, Somebody To Love bizim coverimiz, təzə çıxan cover. Və üçüncü mahnı hələ ki qərar verməmişik, hansı olacaq. Yəni, ola bilər ki, bizim köhnə mahnılarımızdan Dreamer bəlkə olsun. Amma biz əslində, məncə, biz istəyirik təzə mahnılarımızı göstərək. Bəli, bəli. Biz istəyərdik ki, təzə mahnımız olsun. Yəni, Avrovision'dan sonra çıxan mahnılardan biri. Təzə hər hansı bir coverlar var. Sonuncu çıxan coverı bəli biz də dinləmişik, çox bəyəndik. Ondan başqa hər hansı bir coverlar üzərində çalışırsınızmı hal-hazırda? Xeyr, alternativ versiya çıxacaq. Run With You-nun alternativ versiyası. Ola bilər ki, bir yaxınlıqda olacaq, çıxacaq cover. Ümumi olaraq Avroviziya səhnəsində bizim Azərbaycanın bu səhnədə çıxış edən mahnılardan ən çox bəyəndiyinizi istərdim hər birinizi. Əlbəttə ki, Day After Day mahnısı 100%. Əlbəttə ki, ən birinci When the Music Dies, Sabina Babayeva mahnısı 100%. Biz doğrudan da yəni çox şadıq ki, bizim musiqiçilərimiz öz mahnılarımızla yəni səhnəyə çıxa bilərlər. Belə bir səhnəyə. Ona görə biz Tural-Turanı nəzərə edirik, biz Fəhri və İlkini nəzərə edirik, biz Nadirə də salamlar demək istəyirik. Çox istedadlı müğənnidir. Həm də bütün müğənnilərdən
Bəs mən istərdim məsəl üçün Nadir ikinci dəfə ora getsin. Başqa mahnını 100% bizim bəstəkarlarımızla. Çünki çox istedadlı adamdır. İstəyirəm həm başqa tərəfdən də onu görüm, yəni müsabiqədə. Və bilirsiniz, əlbəttə ki, biz istəyirik ki, nəticə olsun. Əlbəttə biz istəyirik ki, biz çıxaq, həm finala çıxaq, həm hansı bir yer tutaq da, yəni. Amma bizə çox vacibdir ki, bizim musiqiçilərimiz öz mahnılarla yəni bu səhnəyə çıxsın. Çünki niyə görə? Məsəl üçün keçən il bizdən 50 ya 60 nəfər yəni öz mahnılarını göndərdi. Bu il mən eşitdiyim 150 nəfərdən çox. Yəni inkişaf olunur da. Yəni biz sabaha baxmalıyıq. Əgər bu ildə məsəl üçün 150 nəfər öz mahnını göndərir, siz baxın 10 ildən sonra nə olacaq? Yəni ona görə biz həmişə sabaha baxmalıyıq. Əlbəttə Keçdikcə çoxalır. Çox vacibdir. Amma sabaha baxaq. Bəli. Bizdə ölkədə inkişaf olur. 100%. Üçün artıq bir qələbədir. Yəni, biz həmişə istəyirik ki, belə olsun. Öz dostlarımızı mən həmişə, yəni mən onlarla fəxr edəcəm ki, Tural Turan, Fəxri İlkin, yəni onlara həmişə dəstək verirəm, dəstəkləyəcəm də. Bəli, yəni Sabina Babayeva çox gözəl idi. Samir Elnur. Samir Elnur təbii ki, bəli. Başqa mahnıda fikirləşirəm. Çingizin mahnısı. Çingizin mahnısı, bəli, bəli, çox xoşuma gəlmişdi, bəli. Mənim üçün ən yadda qalan çıxışlardan biri elə ilk Avroviziya iştirakımız idi. Elnurla Samir çox yadda qalmışdı. Safuranın eynən mən demək olar ki, hər şeydə həm fikir idi. Öz When the Music Dies. Ağlıma gələn ilk Əslində o qədər çətindir ki, çünki bütün mahnılarımızda özünə məxsusluq var. Bütün mahnılarımızda muğam var, muğamın təzahürləri var və hər biri də çox fərqli. Hər ildən daha fərqli. Həm fərqli ballada, həm fərqli poplar göndəririk və bu ildə çox fərqli bir tərzdə təbii ki, təmsil olunacağıq. 10-15 il əvvəl məsəl üçün Safuranın vaxtında biz götürəndə, Safra xanımın vaxtında mahnı sadəcə yayımlanırdı və radiolarda, televizorda və yaxud da digər kanallarda, YouTube-da falan yayımlanırdı. İndi daha genişdir bu sahə, mən deyərdim. Mahnının PR-ı üçün hansı işlər görülür? Amma o vaxtı daha asandır. Niyə görə? Çünki əgər sən mahnının artıq radioda, ya TV-dadırsa, sən artıq bəlkə dünya ulduzu deyilsən, amma məşhur ola bilərsən. Amma indi platforma necə dediniz, genişdir. Ona görə əlbəttə ki, yollar da tapmaq üçün fərqlidir. Əlbəttə fərqlidir, çox fərqlidir. Məsəl üçün biz Avroviziya fanları digər girərkən hər dəfə məsəl üçün Norvegiya təmsilçisini mən xüsusilə qeyd etmək istəyirəm ki, videolar çıxır qarşıma. Bir fərqli TikTok videoları mahnının PR-la bağlı hər yerdə mahnı eşidilir və bu daha yadda qalan olur. Hə, düzdür, açıq deyim, bəlkə bu tərəfdən bizdə hansı bir günah var, bilmirəm. Elə musiqiçilər var, onlar həm musiqiçilər, həm də bloger kimi. Content creatorlar. Yəni bizdə bəli, bu tərəf ola bilsin biraz zəifdir. Biz yəni Sadəcə musiqiçiyik. Biz bloger deyilik. Yəni biz belə şeylərə əlbəttə amma biz çalışırıq, yəni əksinə biz görürük ki, yəni bu daha da yaxşıdır, amma necə deyim? Hərənin öz yəni baxışı var da belə şeylərə. Mən buradan bizim bütün necə deyim, Instagramda, TikTokda fəal olan hər kəsə səslənmək istəyirəm ki, mahnımızın daha çox PR-ı üçün videolar çəkilsin və bu mahnının PR-ı üçün müəyyən işlər görülsün ki, həqiqətən də biraz da daha da irəli gedə bilək. Yəqin ki, Belçika təmsilçisi Red Sebastian'la olan müsahibəmizi izləmişsiniz. O sizdən danışdı. Biz ona sual verdik ki, Mamaqam haqqında fikirlərinizi bildirsiniz. Sizi çox bəyənib. Mahnınızı çox bəyənib, ona çox təsir edib bu mahnı. O da birinci yarım finaldadır. Bununla bağlı istərdim biraz Belçika təmsilçisindən bağlı, Belçikanın ümumiyyətlə çıxışları ilə bağlı və təbii ki, Red Sebastian'la bağlı öz fikirlərinizi bildirəsiniz. Dance, mən bildiyim qədər EDM tərzdədir bu mahnı. Mən də EDM-i çox xoşlayıram. Yəni vaxtı ikən özüm EDM yazmışdım. Yəni xoşuma gəlir əslində bu onun mahnısı. Mən də ona dəstək yəni göndərirəm. Baxımdan. Həm də çox mehriban adamdır. Mehriban adamdır, bəli. Təbrik edir. Bəli, düzdür. Bayram yəni
fikir verib buna. Ona çox sağ ol. Biz də sizə təşəkkür edirik. Çox sağ olun dəvətimizi qəbul edib gəldiyiniz üçün. Dostlar, təşəkkür edirik izlədiyiniz üçün. Hələlik.